Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə MIQ çərçivəsinə uyğun olaraq hazırladığımız ədəbiyyat sınaqlarından birinin izahına baxacağıq. İzaha keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək sualların izahına. Deməli, birinci sualda deyir ki, Neylərdin ilahi şeirinin satirik təsir gücünü artıran başlıca xüsusiyyət hansıdır? Deməli, satirik təsir gücünü artıran başlıca xüsusiyyət hansıdır? A variantında müəllif bütün bəndlərdə ritorik suallardan istifadə etməklə ictimai eybəcərlikləri kəskin tənqid edir. Ola bilər, bəli, doğrudur bu. Hadisələr epik süjet xətti üzrə inkişaf edir. Təbii ki, yanlışdır. Lirik qəhrəman yalnız fərdi taleyindən bəhs edir. Xeyr, ümumiyyətlə öz taleyindən bəhs eləmir. Əkinçinin taleyindən, əkinçinin deməklə insanların taleyindən bəhs eləyir. Əsərdə romantik qəhrəman ideallaşdırılır. Təbii ki, romantizm yoxdur, ideallaşdırma yoxdur. Təbiət təsvirləri əsas ideyanı formalaşdırır. Əsərdə təbiət təsvirləri gözə çarpmır. Cavabımız nə olmalıdır? A variantı. Müəllif həqiqətən bədii suallar vasitəsilə gördüyü eybəcərlikləri tənqid etməyə çalışır. Bu da əsərin satirik təsir gücünü artıran detal məsələ budur. A variantımız cavabımızdır. İkinci sualımızda deyir ki, uyğun fikirləri seçin. İstiqlal marşı və Türkün nəğməsi. Bu iki əsərin hər ikisinə aid doğru fikir axtarırıq və hər iki əsərə aid həm də yanlış fikir axtarırıq. Baxaq variantlara tək-tək. Birinci fikirdə deyir ki, azadlıq uğrunda mübarizə qiymətli amal kimi təqdim olunur. Bəli, həm İstiqlal marşında, həm də Türkün nəğməsi şeirində azadlıq uğrunda mübarizə müqəddəs olaraq qəbul olunur. Bu doğrudur. İkinci fikir hər ikisinə aid yanlış olmalıdır. Xalqın təslimçiliyi təbliğ olunur. Təbii ki, əksinədir bu. Yanlışdır hər iki əsərlə bağlı. Ona görə götürürəm. Sonra üçüncü fikir, lirik qəhrəman yalnız şəxsi hisslərini ifadə edir. Xeyr, təbii ki, səhvdir. Yalnız şəxsi hisslərindən söhbət getmir burada. Dörddə deyir ki, şəhid qanının hədər getməyəcəyi ideyası əsərdə ifadə olunur. Bu demək olar ki, hər iki əsər üçün doğrudur. Amma bizdən yanlışları istəyir deyə bunu seçmirik. Beşinci fikir, millətin gələcəyinə nikbi münasibət nümayiş etdirilir. Bəli, bu hər iki əsər üçün doğru fikirdir. Düzdür, əsərdə şəhid olmaqla, şəhidlik, müharibənin fəlakətləri filan görə bilərik belə şeylər. Amma ümumilikdə gələcəklə bağlı hər iki əsərdə müəllif nikbindir. Ona görə 5-i götürürük. 6 yalnız səhv olmalıdır hər iki əsərlə bağlı. Milli birlik və iradənin qələbəyə aparacağı vurğulanır. Bu hər iki əsər üçün demək olar ki, doğrudur. Ona görə yanlışın altından götürə bilmərəm bunu. 7 doğru olmalıdır. İnsanlara çağırışlardan istifadə olunur. Deməli, hər iki əsərdə çağırışlardan istifadə olunurmu? Bəli, istifadə olunur deyə bilərəm bunu götürsək. 8. Siyasi həllər problemin həlli üçün yol hesab edilir. Xeyr, siyasi həllərdən danışılmır. Səhvdir. 9-cu fikir. Deyir ki, vətəni tərk etmək çıxış yolu kimi göstərilir. Bu doğru kimi götürülə bilməz qətiyyən. Yanlışdır. Əsərdə sülh naminə istiqlaldan imtina təklif olunur. Təbii ki, bu da tamamilə yanlış fikirdir hər iki əsər üçün. Bunu da götürürəm. Deməli, nəyi götürdüm? 1, 2, 5, 7, 8, 10. 1, 2, 5, 7, 8, 10. Doğru cavabımız olmalıdır. A variantı. Daha sonra üçüncü sualda İstiqlal marşı şeirində mədəniyyət dediyin tək dişi qalmış canavar misrası hansı bədii xüsusiyyətə görə diqqəti cəlb edir? Bu Mehmet Akif Ersoyun İstiqlal marşıdır. Deyir ki, bu tək dişi qalmış canavar bu nə deməkdir? Hansı xüsusiyyəti özündə əks etdirir? Qərb sivilizasiyasına allegorik, metaforik münasibəti əks etdirir. Bəli, doğrudur. Niyə? Burada tək dişi qalmış canavar qərb sivilizasiyasını əks etdirir və onların artıq gec-tez məğlubiyyətə uğrayacağını çatdırmağa çalışır. Doğrudur. A variantımız cavabımız olmalıdır. B variant təbiət lirikasının nümunəsidir. Təbii ki, səhvdir. Mübaliğə tamamilə uzaqdır. Mübaliğədən tamamilə uzaqdır demək olmur. Müəyyən qədər var. Obrazlıq yalnız epitet üzərində qurulmuşdur. Epitet varmı? Yoxdur. Tarixi hadisəyə birbaşa istinad yoxdur. Bu da yanlışdır. Çünki birbaşa istinad yoxdur. Müəyyən qədər əslində tarixi hadisəyə əsaslanan bir şeydir. Bu əsər tamamilə demək olar ki, bu İkinci Dünya müharibəsindən sonra türklərin məğlubiyyətini və ondan sonra həmin məğlubiyyətdən, daha doğrusu ikinci idi, Birinci Dünya müharibəsi. Ondan sonra mübarizliyi, düşüncələri əks olunub şeirdə. Cavabımız olmalıdır A variantı.
Daha sonra dördüncü sualda verilmiş fikirlər doğru, yanlış, doğru, yanlış, doğru ardıcıllığı ilə sıralanıb. Hansı fikir bu ardıcıllığı pozur? Biz birinci fikirlərin qarşısına bu ardıcılığı yazaq. Birinci fikir doğru olmalıdır. İkinci fikir yanlış. Üçüncüsü doğru, dördüncüsü yanlış və nəhayət beşincisi yenə doğru olmalıdır. Bir hansı fikir bu ardıcılığı pozur? A variantında deyir ki, Çinar ömrü əsərində Çinarın ömrünün yoxuşu şərəfli, enişi dözümlü olmağı fikrini Talvar hekayəsində Əlabbas kişiyə də aid etmək olar. Bəli, doğrudur. Qabağına da doğru yazılıbdır. A variantı yerindədir. B variantı qaytar mənim qüdrətimi Azərbaycan əsərində yurda gecə girməyinə görə oğruya bənzədilən düşmən 6 milyard insanlığa qarşı təkdir. Doğrudan da qaytar mənim qüdrətimi Azərbaycan şeirində yurda gecə girməyinə görə düşmən oğruya bənzədilir. Amma düşmənə deyir ki, mən 6 milyard insanlığam, sən isə təksən. Yəni düşmənə qarşı tək deyilik. Əksinə düşmən təkdir göstərilibdir. Düşmən 6 milyard insanlığa qarşı təkdir. Bəli, doğrudan da düşmən 6 milyard insanlığa qarşı təkdir. Yəni biz tək deyilik də, düşmən təkdir. Bu fikir doğrudurmu? Doğrudur. Qabağına nə yazılıbdı? Yanlış. Cavabımız B variantı olmalıdır. Digər variantlarda D variantında deyir ki, iradə gücü məqsədə çatmağa kömək edir fikrini Qoca və Dəniz həmçinin Dəhnamə əsərinə aid etmək olar. Bəli, bu doğrudur. Həm qoca və dənizdə qoca öz iradəsi ilə, öz istəyinə çatır. Həmçinin də Dəhnamə əsərindəki qəhrəman öz istəyinə aşiq, öz istəyinə, öz iradəsi ilə çatır. Demək doğrudur, qabağına da doğru yazılıbdır. Bu da getdi. D variantında Gün var əsrə bərabər romanında Kubalaya ixtiyar məndə olsaydı uşaqları heç yaxın da buraxmazdım deyən yetki dediyinə əməl edir. Yanlışdır. Düzdür, bu fikri Kubaylaya deyir. Deyir ki, ixtiyar məndə olsaydı uşaqları heç yaxın da buraxmazdım. Deyir. Amma dediyinə əməl etmir. Çünki Sabitcan gəlmişdi valideynin dəfnində idi. Fikir yanlışdırmı? Yanlışdır. Qabağına da yanlış yazılıb. D variantı da getdi. E variantı Manqurt əsərində səni axtarmaqdan əldən düşmüşəm. Mən sənin ananam deyən Nayman ana sonda öz oğlunun əli ilə ölür. Bəli, doğrudur. Oğlunu ilk dəfə tapanda səni axtarmaqdan əldən düşmüşəm. Mən sənin ananam deyir Nayman ana öz oğluna. Və sonda da öz oğlu həmin o Jolaman, yəni Manqurt öz anasını oxla öldürür. Demək fikir doğrudur. Qabağına da doğru yazılıb. Cavabımız nə olmalıdır? B variantında. Çünki fikir doğrudur, amma yanlışın altında veriblər. Sonra 5-ci sualda Oktay Eloğlu, bu da imtahana çox düşən suallardandır, mövzulardandır. Oktay Eloğlu faciəsi ilə bağlı düzgün fikirləri müəyyən edin. 1. Oktay, mən bir mübarizəm. Cəbhəm bu, yolum görürəm çox ağır. Fikrini Səməd bəyə deyir, bəli deyir. Həqiqətən də mən bir mübarizəm, cəbhəm budur. Yolum da görürəm çox ağırdır. Bu fikri bəli həqiqətən də Oktay Səməd bəyə deyir. Səməd bəy onu anasının, bacısının vəziyyətindən agah eləməyə gələndə bu fikri səsləndirir. Doğrudur. Bizdən də düzgün fikirlər istəyir. Biri götürdük. 2. Firəngiz, yox. Mən heç bir zaman öz eşqimi ona söyləməyəcəyəm deyərək Aslan bəydən qorxurdu. Bu yanlışdır bu fikir. Firəngizə yox, Oktaya aiddir. Oktaya aiddir və öz eşqini etiraf eləməyin düzgün olmadığını düşünürdü. Ona görə 2-ni sildi, 2 səhvdir. Üçüncü fikir, bilmirəm, onun gözlərində anlaşılmaz bir qüvvət var. Simasında, sözlərində, rəftarında yox, o həyatda da gözəldir fikrini Oktay Firəngiz haqqında deyir, yanlışdır. Niyə? Çünki bu fikri Firəngiz Oktay haqqında deyir. Yəni Oktay Firəngiz haqqında demir. Ona görə üçüncü fikir də səhvdir. Dördüncü fikir, bilmirəm bu boynunu Allah sındırmış yenə nə eşidib? Bir çanaq qanı götürüb başına gəzdirir fikrini Nadia Aslan bəy haqqında deyir. Bu da yanlışdır. Bu fikri Gülgəz, yəni Firəngizin anası, yoldaşı Hacı Zaman haqqında deyir. 4-də getdi. 5. Hə, Allaha and olsun ruslarda görmüşəm. Hər pərdədən sonra dəstə-dəstə qızlar, böyük-böyük adamlar gəlib aktyorun əlini sıxır tanış olurlar deyən Şaqqulu Rus teatrına həsəd aparır. Bəli, elədir ki, var, bu doğrudur. Həqiqətən bu fikri səsləndirən Şaqquludur və ardıncan da onlara həsəd aparıram deyir. Doğrudur, 5-i götürürəm. 6. Tamara səhnəyə çıxmaqdan imtina etdikdə hər kəsin ağlına Firəngizin səhnəyə çıxması gəlir.
Qətiyyən, qətiyyən belə deyil. Hər kəsin ağlına elə bir fikir gəlmir. Orada Xurşud İvanovna idi səhv etmirəmsə adı. Həmin aktrisa gəlir ağıllarına. O da ki, qızdırması var idi, xəstə idi. Səhvdir. 7-ci sualda, 7-ci fikirdə. Oqtay, sənin canın üçün ki, bu halın mənə çox təsir edir. Allaha and olsun ki, bir qızım olsa səhnəyə gətirəcəyəm fikrini səsləndirən obraz əsərin əvvəlində oruç tutduğu üçün teatra gecikmişdi. Söhbət Xas Poladdan gedir. Xas Polad. Həqiqətən də bu fikri Oqtay səsləndirir. Oqtay səsləndirir və Oqtay nədir? Xas Polad səsləndirir, Oqtaya deyir və həmçinin də əsərin əvvəlində deyir ki, 1-2 orucum qalmışdı, ona görə gecikdiyini də bildirmişdi teatra. Deməli, 7-ni də götürsək, 7-ni götürdük, 5-i götürdük və 1-i götürdük. 1, 5, 7 cavabımız olmalıdır D variantı. 6-cı sualda cədvəldən düzgün yerləşmələri müəyyən edin. Deməli, Dəlikür və Müsbət Fəxrəddinin ortaq və fərqli cəhətlərini axtarırıq. Birinci fikir, mühafizəkar obrazın baş qəhrəman olduğu əsərdə yenilikçi obrazlarda iştirak eləyir. Dəlikürdə mühafizəkar obraz, ümumiyyətlə, mühafizəkar obraz nə deməkdir? Yəni, köhnə adət-ənənələrlə yaşayan, onu mühafizə, müdafiə eləyən obraz. Dəlikürün baş qəhrəmanı Cahandar ağa idi, mühafizəkar obraz idi. Amma Müsbət Fəxrəddin də belə deyildi. Deməli, bu fikir Müsbət Fəxrəddinə, daha doğrusu Dəlikürə aid edilə bilərmi? Bilər. Hətta orada biz yenilikçi obrazlarında olduğunu görürük. Bura Rus Əhmədi göstərə bilərik. Bura Çerniyevskini göstərmək olarmı? Bəli, olar. Deməli, fikir doğrudur. İkinci fikir, qız övlad ataya əngəl olmağa çalışır. Salatından söhbət gedir. Salatın atası Cahandar ağa qardaşı Şamxalı döyməyə çalışanda onun ayaqlarına düşür, yalvarır, ona əngəl olmağa çalışır. Ağlında gələ bilər ki, Müsbət Fəxrəddində də Səadət atasına əngəl törətməyə çalışır. Xeyr, atasının əleyhinə olsa da, atasına konkret əməli addımlarla əngəl törətməyə çalışdığını görmürük. Ona görə 2-ni götürürük cavaba. 3 və 4 Müsbət Fəxrəddinə aid edilibdir. Nökər tərəfindən öldürülən obraz atasına qarşı kəskin fikirlə çıxış edir. Müsbət Fəxrəddində nökər tərəfindən öldürülən obraz Fəxrəddin idi. Əhməd tərəfindən öldürülür. Düzdürmü? Düzdür. Atasına qarşı hər hansı bir çıxış eləyə bilməzdi, çünki atası ölmüşdü. Getdi. Oğulun hərəkəti anasının ürəyindən olmur. Müsbət Fəxrəddində Fəxrəddinin hərəkəti anası Mələk xanımın ürəyindən olmur. Doğrudur, elədir ki, var. Amma bunu götürmürəm. Niyə? Çünki Dəlikür əsərində də Şamxal ot biçməkdən gələndə anası ona mələyi gəldiyini və onu öldürməyini istəyəndə Şamxal mələyi görəndə bir anlıq dayanır, duruxur. Bu da anasının xoşuna gəlmir. Yəni, bu fikir ortaqdır. 5-ci, İntiqam almağa çalışan obrazlardan biri sonda ölür. Bəli, bu hər iki əsər üçün ortaqdır. Dəlikür əsərində intiqam almağa çalışan obraz Allah yar ölürmü? Bəli, ölür. Müsbət Fəxrəddində ilk olaraq ağla kim gəlir? Mələk gəlir, daha doğrusu sonra Şahmar gələ bilər, həmçinin də Rüstəm bəy gələ bilər. Onlar təbii ki, heç biri ölmür. Amma orada Əhməd obrazı var. Əhməd obrazı var. İntiqam almağa çalışırmı? Bəli. Mahmud bəy öləndə ona deyir ki, ağa sənin qanını yerdə qoymayacam, intiqamını alacam. Və gedir Fəxrəddini vurur, intiqamını alır. Həmçinin Əhməddə Hacı Murad tərəfindən öldürülür. Yəni, intiqam almağa çalışan obrazlardan biri doğrudan da ölür. Bu da doğrudur, 5-i də götürməliyəm. 6. Oğullar arasında fərq qoyan obraz düşməninə qarşı ədalətli davranaraq onu həbs etdirmək istəyirdi. Oğullar arasında fərq qoymaq Cahandar ağada da var, Rüstəm bəydə də var, amma onlar heç biri kimisə həbs etdirmək istəmirdilər. Əksinə öldürməyə çalışırdılar. Ona görə bu da səhvdir. Cavabımız olmalıdır 1, 2, 5 A variantı. Daha sonra 7-ci sual, verilmiş şeir nümunəsi əsasında doğru fikirləri müəyyən edin. Nə gözəldir bu dağların lalası. Mən getsəm də könlüm burada qalası. Sevsə məni bir zalimin balası, ölüb elə bu yerlərdə qalardım. Deməli, birinci fikir, deyir ki, bir əşyanın özünə konkret xarakterik olmayan əlamətlərlə qüvvətləndirdiyi bədii təsvir vasitəsi işlənmişdir. Əgər bu formada fikir verilibsə, qüvvətləndirilmə sözü işlənibsə, bu zaman sizdən epiteti soruşur. Epitet. Bu nümunədə də epitet yoxdur. İkinci fikir, aid olduğu ədəbi növün tələbi ilə söz sırasının pozulması şeirin emosional təsirini artırmışdır. Doğrudan da söz sırasının pozulduğunun şahidi oluruq. Bu da şeirin emosional təsir gücünü artırıbdır. Tamam, bu da doğrudur. Amma söz sırasının pozulması
hər hansı bir ədəbi növün tələbi deyil. Burada isə yazılıb aid olduğu ədəbi növün tələbi ilə. Yəni lirik növdə adətən söz sırası pozulur şeirlərdə, şeir nümunəsi deyək də. Amma söz sırasının pozulması heç bir ədəbi növün tələbi deyil. Ona görə ikini sildim. 3. Bir əşyanın xüsusiyyətinin başqa bir əşyanın üzərinə köçürülməsi ilə şeirin təsir gücü artırılmışdır. Yəni metafor. Köçürmə nədir? Metafor. Bax burada deyir ki, mən getsəm də könlüm burada qalası. Qalmaq insana aid xüsusiyyətdir. İnsan qalar. Amma könül qala bilməz axı. Bu nədir? Bu metafordur. İnsana aid xüsusiyyət könülün üzərinə köçürübdür. Deməli 3-ü götürməliyəm. 4. İki fikrin bir-biri ilə qarşılaşdırılması ilə yaranan məcaz növü işlənmişdir. Yəni bizə nə istəyir? Bizdən təzad istəyir. Baxın, şeirdə təzad varmı? Var. Deyir, mən getsəm də könlüm burada qalacaq. Bunda təzad yaradıb fikirlər. Amma bu fikir səhvdir. Niyə? Çünki deyir ki, məcaz növü işlənmişdir. Təzad məcaz növü deyil. Ona görə fikir səhvdir. Təzad ifadə vasitəsi və ya sintaktik fiqurdur. Məcaz isə təsvir vasitələridir. Təşbeh, epitet, metafor, metonimiya, sinekdoxa, simvol. 5-ci fikir metonimiyadan istifadə olunmuşdur. Bəli, istifadə olunubdur. Deyir ki, sevsə məni bir zalımın balası. Bu metonimiyadır. Zalımın balası, yəni hər hansı bir qızdan söhbət gedir. Əvəzinə zalımın balası istifadə olunubdur. Bu da ad dəyişmə və ya metonimiyadır. 5-i götürürəm. 6. Fikrin daxili mənasının fikrə ziddiyyət təşkil etməsi müşahidə edilir. Bu isə kinayə deməkdir. Amma şeirdə kinayə yoxdur. Doğru cavabımız E variantı 3, 5. 8-ci sualda Vaqif dramından verilən fikirlərdən neçəsinin doğru olduğunu müəyyən edin. Yəni verilən fikirlərin, doğru fikirlərin daha doğrusu sayını axtaraq. Deməli, deyir ki, Şah Qacar Vaqif hüzurunda baş əyməyəndə heyrətlənir. Bəli, doğrudur. Deyir, şair, hökmdarın hüzurundasan. Deyir, bunu siz deməsəz də bilirəm mən. Deyir, bəs baş əymədiniz. Deyir, əyilməz vicdanın uca heykəli. Qılınclar toqquşub iş görən zaman nə edər dediyin quru bir vicdan. Bu formada həmin dialoq məhz oradadır. A variantı doğrudur. B variantı. Nizamiyə bax, Füzuliyə bax misrası Şah Qacar misrasını Şah Qacar Vaqifə kinayə ilə deyir. Bəli, deyir, doğrudur bu da. C variantı. Şah Qacarın Vidadiyə olan hörməti Vaqifi öldürmək fikrindən daşınmağa səbəb olur. Xeyr. Bu hörmətdən söhbət getmirdi. Sadəcə deyir ki, əlini kəsərəm, de ki, həcc söyləyən acı dilini kəsərəm, onu da öldürmərəm. C variantı səhvdir. Yanan kəndin alovlarını dağ başından seyr edən Şah Qacar gördüyü mənzərədən həzz alırdı. Bəli, doğrudur. Həmin anda da bir qoca gəlir, ondan deyir ki, kəndi yandırma, insanlara əziyyət vermə. Doğrudur. E variantı Vaqifin var dövlətə laqeydliyin sevməyən Xuraman İbrahim xanın vəziri və qarı tərəfindən Vaqifdən boşanmağa təhrik edilir. Səhvdir. Niyə səhvdir? Çünki İbrahim xanın vəziri Vaqif özü idi. Kim tərəfindən? Qarı və şeyx tərəfindən bu əməl həyata keçirilir. Səhvdir. Deməli, neçə fikir doğru oldu? 3 dənə fikir cavab olmalıdır. C variantı. Daha sonra 9-cu sual. Bomba əsəri ilə bağlı verilən fikirlər yenə də doğru, yanlış, doğru, yanlış, doğru ardıcıllığı ilə sıralanıbdır. Hansı fikir bu ardıcıllığı pozur? A variantı. Deməli, A doğru olmalıdır. B yanlış, C doğru, D yanlış, E yenə doğru olmalıdır. Baxaq fikirlərə. A variantında deyir ki, əsəri gözlənilməz sonluqla bitirən yazıcı qəhrəmanını gülünc duruma sala bilmişdir. Bəli, düppədüz doğrudur. Qabağına da doğru yazılıbdır. Bu getdi. B variantı. Əsər həcmcə kiçik olsa da yazıcı maraqlı oxucunu düşündürən obraz yarada bilib. Bəli, doğrudur. Aha, bu doğrudur. Amma qabağına yanlış yazılıb. Deməli, cavabımız elə B variantı olmalıdır. Digər variantlara da baxaq. Kərbəlayı Zal avam, səriştəsiz və fərasətsiz insandır. Bəli, doğrudur. Qabağına doğru yazılıb. Kərbəlayı Zal imperialist məmurların yerli xalqa hədə-qorxu gəlməyə təhrik etdiyi insanlardan biridir. Əsərdə biz belə bir şey görürükmü? Xeyr, görmürük. Yanlışdır. Qabağına yanlış yazılıb, yerindədir. Kərbəlayı Zal ruslara sadiq olduğunu sübut etmək üçün dərdən qabıqdan çıxan nökər təbiətli obrazdır. 100% düppədüz. Qabağına doğru yazılıb, E variantı getdi. Deməli, onun sualda deyir ki, cədvələ əsasən uyğunlaşdırın. Deməli, Heydər keçən ilin son gecəsi əsəri ilə bağlı yanlışdır. Heydər Baya Salam poeması ilə bağlı yanlışdır. Yəni, keçən ilin son gecəsinə yanlış fikri, həmçində Heydər Babaya Salam əsəri ilə bağlı yanlış fikirləri seçməliyəm. Hər iki var, yəni hər iki üstunda uyğunluq tapmalıyım. Baxaq fikirlərə. Pyesdə dramaturq bir ailənin
İlin son günündəki həyatının timsalında ciddi mənəvi əxlaq problemlərinə toxunmuşdur. Doğru, doğrudur, bu yerindədir. Deməli, avtomatik variantı getdi. Bizdə yanlış lazımdır. B variantı. Əsər boyu Həmidə xalanın əhval-ruhiyyəsində müxtəlif dəyişikliklərin şahidi oluruq. Doğrudur bu da. Bizə amma yanlış lazımdır. C variantı. Evdəki uşaqlardan bəziləri bayram gecəsinin başlanğıcında kədərlidirlər. Bunu da demək olar əslində. Kimə aid eləmək olar? Bunu da ən azından Dilarəyə aid eləmək olar ki, Dilarə evdə idi. Dilarə evdə, yəni gedə bilməmişdi məktəb tədbirinə. Doğrudurmu? Doğrudur. O yüzden yanlış istəyir. C variantı getdi. Daha sonra D variantı tənhalıq Həmidə xalanı bədminləşdirsə də, övladlarının gələcəyi barədə nikbindir. Bax, övladlarının gələcəyi barədə nikbindir, düzdür. Amma tənhalıq Həmidə xalanı bədminləşdirsə də hökmü yanlışdır. Niyə yanlışdır? Çünki bədminləşdirməyib. Biz əsərdə Eyvaz nədir? Bəşirlə, eynəkli kişi Bəşirlə onun müqayisəsində Həmidə xalanın tənhalıqdan bədbinləşmədiyini, Bəşirin isə bədbinləşdiyinin şahidi oluruq. Yəni verilmiş fikir yanlışdır. Qarşısında da indi sağda da yanlış fikir tapmalıyam. Heydərbaya Salam poeması ilə bağlı. Deyir ki, şair kəndlərində olan savadlı həkimlərə xalqa kömək etdikləri üçün təşəkkür edir. Təbii ki, yanlışdır. Deyir ki, bu kənddə bir burun qanı kəsən yox. Yəni həkimlərin olmamasından şikayətlənir əslində Şəhriyar. Yanlışdırmı? Bəli, yanlışdır. Cavab olmalıdır. D variantı. Yenə ehtiyata E-yə də baxaq. Əsərdə şifahi ədəbiyyatın layla janrından istifadə olunmuşdur. Bəli, olunubdur. Doğrudur deyə bunu da götürmürəm. Getdi. Cavabımız D variantı. Daha sonra 11-ci sual Mirzə İbrahimovun Azad hekayəsi ilə bağlı hansı uyğunluğu müəyyən edin? Mirzə İbrahimovun Azad hekayəsi ilə bağlı uyğunluğu müəyyən edin. Yəni doğrunun qabağında doğru, yanlışın qabağında da yanlış axtarırıq. Azadın Zəncana demokrat qurmağa getdiyini Fərdə Azadın anasından öyrənir. Bəli, doğrudur. Səlimə xanım Fərdəyə deyir ki, Azad gedibdi Zəncana demokrat qurmağa. Doğrudur, qabağına doğru yazılıb. Elə cavabımız A variantı olmalıdır. Digər variantlara da baxaq. Azad ölüm ayağında olarkən yoldaşlarına tüfəngi yerə qoymamağı tapşırır. Bəli, doğrudur. Qabağına yanlış yazılıb. Getdi. Azadın ev pullarını ödədiyini anasına etiraf edən Fərda etiraf edirmi? Yəni əslində anası gəlib deyir ki, Fərda evə gedir, anası deyir ki, Azad gəldi ödədi, dedi ki, pulu sən göndərmisən. Yanlışdır, qabağına doğru yazılıb da. Fərda və Azadın həyat hadisələrinə qarşı reaksiyası bir-birinin əksi idi. Doğrudur, qabağına yanlış yazılıb. Necə əksidir? Biri kəskin reaksiya verirdi, biri sakit reaksiya verirdi. Demək, doğrudur, qabağına yanlış yazılıb. Bu da götürməz. E variantı əsərdə xalqımızın səadəti torpaqlarımızın azadlığında görülür. Bəli, doğrudur. Bunu deyəndə Azad ölüm ayağında olanda deyir, qabağına yanlış yazılıb deyə bu da götürülməz. 12-ci sual Rəsul Rızanın Qızılgül olmayaydı poemasından verilən nümunələrdən biri fərqli şəxs haqqındadır. Fərqli şəxs haqqındadır. Baxaq hələ görək nədir cavabımız. Deməli, sevirdi onu məktəbli də, kəndli də, fəhlə də. Bu kim haqqındadır? Bu Müşfiq haqqındadır. Sonra dosta sadiq, ülfəti yumşaq idi. Yenə də Müşfiq haqqındadır. O hamıdan sadə idi, hamıdan açıq ürək. Yenə də Müşfiq haqqındadır. Dayanma belə məlul, ümidsiz yollara göz dişən kimi bunu müəllif deyir. Kim haqqında? Dilbər haqqında. Yəni Müşfiqin yoldaşı haqqında cavab olmalıdır. D variantı. E-də baxım. Gah görürdüm bircə sözdən qısılıb bir bucağa xısın-xısın ağladı. Bu da Müşfiq haqqındadır, onun xarakteri haqqındadır. Deməli, cavabımız nə olmalıdır? D variantı. 13-cü sualda deyir ki, Nəsiminin Sığmazam qəzəlinin məzmunu haqqında verilən fikirlərdən biri digərlərindən fərqlənir. Yəni, doğru və yanlış axtarırıq təbii ki. Axtaraq. Göyü və yeri ol sözünün özündə tapan lirik qəhrəman onu şərh etmək istəyənlərə dəstək nümayiş etdirir. Yanlışdır. Çünki neynir? Əksinə deyir ki, kəs səsini və əfsəm ol, mən şərh-ü bəyana sığmazam. Fikir yanlışdır. B variantı varlığı və məkanı öz əlaməti hesab edən lirik qəhrəman başlanğıcını, əslini zata, yəni peyğəmbərə bağlayır. Peyğəmbərə yoxsa Allaha? Allaha bağlayır. Zat burada Allahı əks etdirir. Ona görə fikir yanlışdır. Məkansız olmaq baxımından özünü Allah dərəcəsinə yüksəldən lirik qəhrəman doğrudur. Dənizə və səhralara sığmadığını bildirir, yanlışdır. Səhralara yox, çöllərə. Çöl nə istəyirsə? Mədən. Mədən. Bəhrə bükanə sığmazam. Dəniz və mədənə sığmazam deyir.
Demək, bu da yanlışdır. Biz qısası doğru fikir axtarırıq. D variantında 4 ünsürün Qədr və Bərat gecələrinin özündə olduğunu, özündə tapdığını deyən şair nişanlara sığmadığını vurğulayır. Bəli, doğrudur. Cavabımız D variantı olmalıdır. Yenə digər variantlara da baxaq. E variantında şair iki cahan deyərkən mənəvi aləmi, yeri və maddi aləmi, yəni Allahı nəzərdə tutur. Təbii ki, yanlışdır. Maddi aləm Allah deyil axı. Yanlışdır. Bu da getsə cavabımız məhz elə D variantı olacaq. 14-cü sualda deməli, deyir ki, Xurşudbanu Natəvan əsərinin məzmunu ilə bağlı doğru fikir, Xurşudbanu Natəvan əsərinin forma xüsusiyyətləri baxımından səhv fikir. Deməli, məzmunu ilə bağlı doğru, forması ilə bağlı isə yanlış fikirləri axtarırıq. Yəni, hər iki sütuna uyğun fikir tapmalıyam. A variantında Canişin Knyaz Xasaya Natəvanla evlənmənin faydalarından danışır. Bəli, danışır. Doğrudur. Uyğun gəlir. İndi sağ tərəfə baxaq. Forma xüsusiyyətlərinə bağlı səhvi axtaraq. Aid olduğu janr dram janrı yalnız nəsrlə yazılır, yanlışdır. Niyə? Çünki mənzum dram da var axı ədəbiyyatımızda. Şeirlə yazılan dramlar da var. Deməli, məzmunla bağlı doğru, forma ilə bağlı isə səhv fikri tapdımmı? Tapdım. Elə cavabımız olmalıdır A variantı. Digər variantlara da baxaq ehtiyata. Əsərdə Xurşudbanu Natəvan Qarabağın üçər olduğu vəziyyətdə ən başlıca günahı özündə görür. Görür özündə əslində müəyyən qədər demək olar. Daha sonra əsərdə, indi bu tərəfdən yanlış seçməliyəm. Əsərdə müəllif təhlükəsinə yer verilməyibdir. Bu doğrudur. Müəllif təhlükəsi verilmir. Çünki o dramatik əsərdir. Ona görə bu getdi. Burada yanlış lazım idi. Hidayət Arxın çəkilməsinə etiraz edərkən Mirzə Ruhullah onun fikirlərinə müdaxilə edir. Deməli, Mirzə Ruhullah Hidayət xana Arxın çəkilməsinə etiraz edərkən hər hansı bir fikir bildirmirmi? Xeyr, bildirmir. Yanlışdır. Bizə burada doğru lazım idi. Natəvan Şahzadəni təhqir edib qovur, doğrudur. Əsər dram janrında yazılmışdır və tarixi dramdır. Bu da doğrudur. Uyğun gəlmədi. Burada yanlış lazım idi. E variantı Seyid Hüseyn Natəvana bütün Azərbaycanın onunla fəxr etməli olduğunu deyir. Deyir əslində. Doğrudur. Burada yanlış lazımdır bizə. Əsər yüksək bədii keyfiyyətləri ilə diqqət çəkir. Bu da doğrudur. Ona görə bu da götürülə bilməz. Cavabımız elə olmalıdır. Məhz A variantı. Daha sonra yer sualımız hanı? 15-ci sual. Əhməd Cavadın Səsli qız əsəri haqqında yanlış fikri müəyyən edin. Eləyək. Cənnət kimi bir ölkə məzarlığa dönmüşdür. Bəli, doğrudur. Var əsərdə bu. Ölkənin mühasirəsi 6 aydan çox çəkir. Bəli, doğrudur. 6 aydan çox çəkir mühasirə. Düşmənin gəlişi qanuniyə yazmaq istəmişəm, səhv eləmişəm burada. Düşmənin gəlişi qanuni bayram olub, bəli, olur, elan olunur. Yəni düşmən gələndən sonra hakimiyyətə gəlir və qanuni bayram eləyir. Bu da doğrudur. Gülmək onsuz yox idi, ağlamaq da qadağan oldu. Bəli, elədir ki, var, bu da doğrudur. Gülmək deyir, onsuz da yox idi, ağlamaq da oldu qadağan. Oldu yasak. E variantı yeni şah gəlib köhnə qanunları sildirib yenisini yazdırır. Belə bir şey varmı əsərdə? Təbii ki, yoxdur. Bu yanlışdır. Cavabımız məhz olmalıdır. E variantı. Bu qədər videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərs haqqında məlumat almaq üçün isə görürsünüz ki, burada əlaqə vasitələrini qeyd eləmişəm. Əlaqə saxlaya bilərsiniz. Sağ olun.